başda gələndə ağrılarım həddən artıq çox idi. Əsas da kürək nahiyəsində. İlk başda gələndə vəziyyətimiz necə idi? Bununla yanaşı boynumda və kürəyimdə fəqərarası protüziyalar var idi. İndi amma demək olar ki 80% ağrılarım keçib. Ay maşallah. Maşallah. Biz ilk başda siz gələndə bir müayinə elədik. Onlar nevroloqumuz Lamiyə xanımla bir yerdə diaqnozu təsdiqlədik və ona uyğun şəkildə nevrolojik müalicələr və fizioterapik bir müalicə apardıq 10 gün boyunca. İndi 10 gün şöbəmizdən bağlı fikirləriniz məsələdir. Çox razıyam, həqiqətən çox yaxşı idilər. Həm münasibət olsun, həm də ki belə yanaşma tərzi falan. Yəni çox razı qaldım. 80% deyirəm ki, əlayam. Yəni nələrdə dəyişiklik istəyirəmsə onu demək istəyirəm. Mən əsas dediyim kimi də kürəkdə ağrı var idi. O ağrı tamamilə keçib. Yəni mən onu əylə bilmirdim, gəzə bilmirdim, rahat nəyisə götürə bilmirdim. Püs qolunda keyfi var idi, o gedib. Miqreni var idi, xanımın onlar tutmur artıq. Əla, çox qəşəngdir. Çox süper. İnşallah daha da yaxşı olur.